Adam var gündə bir surətə düşür, gündə bir şiklə düşür. Hər yerdə görsən özün hey müntəsəbirə həmişə bu vəzir vuzara mı gəldin? Ya vəzir bekardı ya sən də. Hə, vəzirə ya vəzir gitsin vəzarətinə, səndən nə işinə? Ha, vəzirin nə işinə məndən gündə dolana? Ya onun işi gücü yoxdur, ya mənim də ikimizdən birimiz bekarıq bu vəzətdə. Çünki ikimizin təxəssüsümüz yemir ki bir-birinə. Ha, mənim vəzirimlə nə nisbətim? Ha, vəzirinlə mənim nə senqiyyətim? İndi mallaturabı oturadıra, baba mən filan yeri şəhri darı ilə. Ha, görüm sən şəhri sazı başarırsan. Nəyə bekarsan gündə getsən xalqı dişindən qoysan. Hər kəsə nisbəti çatır, ağa familik. Çatmayana da deyir, süt qardaşıyıq. İkimizə bir nəfər süt verib. Şah məriz oldu, bəndə xuda. Tamamı döhtürürlər, gəldilər, bunun baxdılar vəzinə, dedilər, sənin mərəzün bir dənə dərmanı biştər yoxdur. O da durasın, ulaq sütü içəcəksən, ulaq sütü. Dedilər, ulaq ardan da o ki, ulaq ki, təzə doğubdu, bir balası ilə gətirin. Ağa bir ulaq tapdılar, balaca qoduğunla bunları cəlalınə varid elədilər. Qəsrə. Ağamını kim sağsın? Şahın sütünə zəhrimar qatarlar, şahı öldürür, terör elərlər. Elə vəzir sağsın bu ulağı. Vəzir keş sağ bu bəndə xudanı. Vəzir çırmalanıb, vəzir ulağı sağır. Bu qoduq da hey başın soxur nənəsinin sütündən əmə. Vəzirin qoltuğundan qoduq. Vəziri nə tanıyır bənə, neynəsin? O bilmir ki bu kimdir. O istəyir nənəsinin sütün əmə, bu da hey vırır o yana. Deyədi köpək olmalı da, şahla da süt qardaş olubsan da, sənə də heç də demək olmaz. Elə mən bilirdim sənə neyniyəm. Buyurur rəsmin rusumdan çıxma var, rəftarlarında kontrol elə.